Dərmanların inkişaf tarixinə baxdığımızda, son 100-150 ildə sənaye inkişafı ilə birlikdə dərman texnologiyalarının inkişafını da müşahidə etməkdəyik. Bunların əsas etibarilə yayıldığı sahə və istiqamətlər isə insanların fizioloji və patoloji proseslərinə əsaslanmaqdadır. Yəni, normal fizioloji quruluşunun pozulması nəticəsində baş verən patologiyalara əks prinsip olaraq dərman istifadəsini müşahidə etməkdəyik. Bunlar isə əsas etibarilə insanın daxil mühitinin, yəni homeostasının üstü sabitliyini qorumaq üçün alınan müəyyən tədbirlərdən təşkil olunmuşdur. Məsələn, istifadə etdiyimiz antihipertensivlər, antixolesterin dərmanlar, bunlar bədənimizdə miqdarının artmağı nəticəsində patologiyaya istiqamətlənmiş durumları müəyyən normlarda saxlamaq üçün qəbul edilən dərmanlardır. Nümunə olaraq ramiprili deyə bilərik. Məsələn, antihipertensiv olaraq istifadə edilən bir dərmandır. Və yaxud da bisoprolol, yenə bu cəhətdən istifadə olunan antiblokator dərmandır. Antiblokatorlar əsas etibari ilə 1950-ci illərdə istifadə edilməyə başlanmışdır. Yəni, antiblokator dərmanların istifadəsi bu dövrdən sonra aktivləşmişdir və meydana gələn nəzəriyyələrin toplanması nəticəsində bu dərmanları ümumi olaraq istifadəyə sunulmuşdur. Onun üçün isə müəyyən periodlar keçilmişdir. Yəni, bir dərmanın istifadəyə sunulması üçün ən az 10 il müddətinin keçməsi və o patentindən sonraki müddətində həmin dərmanın müəyyən təcrübələrdən keçməsi lazımdır. Məsələn, 1976-cı ildə patenti alınmış bisoprolol, yəni bu günlərin çox məşhur olan Concor isimli dərman, ancaq 1992-ci ildə FDA onayını aldıqdan sonra istifadə edilə bilməyə başlanmışdır ancaq. Yəni, hər bir dərman bu tembrləri, bu qaydaları keçməlidir. Məsələn, bir dərmanın istifadəsində, yəni patenti alınmış bir dərman istifadəsində ilk olaraq xəstə heyvanlar əsas planda götürülür. İlk 1-3 il müddətində bu müayinələr davam edir. Sonraki 3 il ərzində isə sağlam insanlarda kiçik dozalarda, yəni sağlam və könüllü insanlarda kiçik dozalarda bu dərmanın tətbiq olur. Sonrasında isə müəyyən miqdar xəstə insanda bu tətbiq edilir. Sonra da kütləvi istehsal və kütləvi yayılma. Bu şəkildə dərman texnologiyalarının inkişafı və sənayeleşməsi davam etmişdir. Məsələn, klopidogrel bu günlərin antixolesterin olaraq istifadə etdiyimiz dərman, qaraciyərdə toplanan LDL dediyimiz pis xolesterin, yəni xolesterinin zərərli növü. HDL var, xolesterinin faydalı növü ki, bu qan dövranında HO dedikdə enzimi vardır ki, bu HDL dediyimiz xoş xassəli xolesterini iflas edir. Yəni, qanda olan xolesterin yaxşı xolesterindir. Qaraciyərdə toplanan LDL isə pis xolesterin olaraq adlanır və bu atdığımız dərman da ona qarşı hədəflənmiş dərmandır. Qapı venasından keçən bu dərman, yəni həzmə qarışdıqdan sonra hədəf nöqtəyə gəlir və burada öz işini görməkdədir.